Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Mürəkkəb cümlə ilə bağlı bir neçə cümlə yazmışam nümunə olaraq. Mürəkkəb cümlələr bilirik ki, iki növə bölünür, tabeli və tabesiz deyə. Uşaqlar, yadımızda qalsın ki, tabesiz mürəkkəb cümlənin bəli, əsas tələbi odur ki, tərəfləri ayrı-ayrı cümlələrdən ibarət olsun. Yəni, mübtədası, xəbəri. Bunu deyəndə biraz qarışıqlıq olur. Qısacası, sadə cümlənin şəxsə görə növlərini keçirik. Və tabesi mürəkkəb cümlənin əsas tələbi tərəfləri ayrı-ayrı cümlələrdən ibarət olsun. Və hər iki tərəfi müəyyən şəxsi də ola bilər. Sadəcə biri digərindən asılı olmasın cümlələr. Ancaq tabeli mürəkkəb cümlələrdə isə elə bir göstərici, elə bir tələb yoxdur. Yəni şəxs, mübtəda fərqlənməsi. Tabeli mürəkkəb cümlənin uşaqlar əsas tələbi onun göstəriciləridir. Tabeli mürəkkəb cümlənin göstəriciləridir. Bu göstəricilərin də nədir? 1. Tabelilik bağlayıcıları. Bunları yaxşı bilmək lazımdır. Tabeli bağlayıcılarının işlənmə məqamı yalnız tabeli mürəkkəb cümlədir. Deməli, siz bunları tanısaz, məsələn, ki, sonra ən əsası ki ilə olanlardır, hərçənddir, başqa ona görə ki, çünki, ondan ötürü ki və s. Siz bunları yaxşı tanısaz, tabeli bağlayacağım. Biləcəksiniz ki, o cümlə mütləq tabeli mürəkkəb cümlədir. İkinci, bəzi göstəriciləri var idi ki, məsələn, bağlayıcı sözlər. Bağlayıcı sözlər sual əvəzlikləridir və sual funksiyasını itirmiş sual əvəzlikləridir. Məsələn, kim yaxşı oxuyursa, o da qalib gələcək. Deməli, orada kim sual əvəzliyidir. Amma sual yaratmadı. Deməli, bağlayıcı sözdür. Bağlayıcı söz də nədir? Mürəkkəb cümlədə, tabeli mürəkkəb cümlədə işlənir. Və s. Sonra m üstü 4 ədatıdır. Əgər vergi olan hissədə gördünüzsə, tabeli mürəkkəb cümlədir. İndi gəlin baxaq. Məsələn, birinci cümləmiz deyir, nə əkərsən, onu biçərsən. Baxır ki, deyir müəllim, burada 2 dənə sən var və mən onu bir sən şəxs mübtədası ilə əlaqələndirə bilirəm də. Deyir, sən əkərsən, sən biçərsən. Bu sadə cümləyə bənzəyir. Sadə cümlə deyil amma. Yadınızda qalsın, vergi olan hissəyə sasə artıra bilirəmsə, intonasiya ilə bağlanmış tabeli mürəkkəb cümlədir. Nə əkərsənsə, onu biçərsən. Sadəcə intonasiya ilə bağlanıb. Bir də ki, burada bağlayıcı söz var, intonasiya var. Nə sual əvəzidir, bağlayıcı sözdür. Qarşılıq söz də var burada. Deməli, bu cümlə tabeli mürəkkəb cümlədir. İkinci cümləmiz sadədirmi, yoxsa mürəkkəbdirmi, necədir? Yaz gəlir, öz nəfəsi ilə təbiəti isidir. Baxın uşaqlar, gəlir yaz. İsidir təbiəti, nə ilə? Öz nəfəsi ilə. İsidir, nə isidir? Yenə yaz isidir. Artıq burada 2 dənə xəbər bir mübtədəyə aiddir. Deməli, bu həmcins xəbərli sadə cümlədir. Gələn də yazdı, isidən də yazdı. Üçüncü cümləmiz. Kotan nə bilir, qayış nə çəkir? Bu nə də bağlayıcıdır. Deməli, burada bilir kotan, qayış çəkir qayış. İndi bu tabelidirmi, yoxsa tabesizdirmi? Vergi olan hissəyə ki artıra biliriksə, kotan nə bilir ki, qayış nə çəkir? Və bu cümlə intonasiya ilə bağlanmış tabeli mürəkkəb cümlədir. Birinci baş gəlib, ki olanda adətən baş olacaq. İkinci budaq gəlib, ox həmişə budaqdan başa çəkilir. Yəni, yumru olan baş deyil, budağın işarəsidir. Kvadrat başın işarəsidir. Yuxarıda isə sasə olduğuna görə, sasə olanda budaq olacaq. Birinci budaq, sonra işarə, sonra baş. İşarəsi, sxemi budur. Qələmin rəngini dəyişim. Düzdür, çağırdım, amma gəlmədi. Uşaqlar, əgər cümləmiz düzdür, doğrudur, modal sözlərindən başlayıb, ikinci tərəfi amma, lakin, ancaq tabesizlik bağlayıcısı tabeli mürəkkəb cümlədə ola bilərmiş. Ola bilər. Baxın, bu cümlə tabeli mürəkkəb cümlədir. Düzdür, çağırdım, amma gəlmədi. Bax, bu cümlə tabeli mürəkkəb cümlədir, sxemi budur, düzdür, doğrudur. Başlayıbsa, burada amma, ancaq, lakinnəndirsə, vəssalam. Bu cümlə tabeli mürəkkəb cümlədir. Burada
Bu deməli səhvlik olub. Bir dənə bunu mən gözləyin uşaqlar. Hə, davam edirik. Cümləmiz burada igid odur, atdan düşə atlana. Bu cümlə necə cümlədir? Bu da tabeli mürəkkəb cümlədir. Çünki bura mən ki artıra bilirəm. İgid odur ki, atdan düşə atlana. Bu da intonasiya ilə bağlanmış tabeli mürəkkəb cümlədir. Buz əridi. Əridi nə buz? Döndü nəyə? Suya. Qovuşdu nəyə? Çaylara. Deməli, əridi, döndü, qovuşdu. 3 dənə xəbər bir mübtədəyə, buz mübtədasına aiddir. Deməli, bu sadə, həmciz xəbərli sadə cümlədir. Cahan daimidir nə? Cahan əmanətdir. Burada tabesiz də ixtisarlar ola bilər. Burada şəxs onluğu ixtisar edilib. Əmanətdir nə? Ömür. Deməli, bu ayrı-ayrı cümlələr hər iki tərəfi müəyyən şəxsi cümlədən ibarət. Bura ayrı müəyyən şəxsi cümlə, bura ayrı müəyyən şəxsi, yəni mübtədası var, müəyyən şəxsidir. 2 dənə cümlə birləşdi, tabesi yaratdı. Yəni biri digərinə tabe deyil. Məsələn, Cahan daimidir. Vəssalam, fikir bitə bilər. Amma məsələn, igid odur. Burada dayanan, dayanırıq, davamını istəyir. Demək, bu tabelidir. Oxusam anlayaram. Uşaqlar, vergül olan hissədə oxu, oxusa, oxusam. Sasə varsa, demək, bu cümlə tabeli mürəkkəb cümlədir. Birinci budaq gələcək, əgər vergüldə sasə varsa, sonra baş gələcək. Oxusa da anlamadı. Sa da varsa vergül olan hissədə yenə də birinci budaq, sonra baş gələcək və tabeli mürəkkəb cümlədir. Baxın, burada oxusam anlayaram. Sadə cümləyə bənzəyir. Məsələn, deyir, mən oxusam, mən anlayaram. 2 dənə xəbər bir mən mübtədasına bağlandı. Amma biz dedik ki, tabeli mürəkkəb cümlənin göstəriciləri var. Ondan varsa, o cümlə tabelidir. Oxusa da anlamadı, eynən burada da. O oxusa da, o anlamadı. Sadəyə bənzəyir, amma sadə varsa, tabeli mürəkkəb cümlədir. Oxusa belə anlamadı. Özüm qəsdən bunları yazdım ki, yadınızda qalsın. Sa belə var. O oxusa, o anlamadı. Sadə cümlə deyil. Tabeli mürəkkəb cümlədir. Birinci budaq gələcək. Sonra baş. O atasının əsəbi halda, uşaqlar, halda varsa cümlədə həmin cümlələr sadə cümlə çox vaxt olacaq. Sadə cümlə. Və ya baxmayaraq varsa cümlədə sadə cümlə olacaq. Yenə də belə bir düstur yadınızda qalsın. Cümlədə hərçənd var və hərçəndlə başlaya da bilər. Birinci komponentin, yəni birinci cümlə komponent cümlədir. İçərisi tərkibi. Birinci tərəfdə hərçənd, ikinci tərəfdə lakin, amma və ya ancaq bunlarla başlayarsa, o cümlə tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlə. Yadınızda qalsın. Ümid edirəm ki, sizin üçün faydalı olar. Hər kəsə uğurlar. Onlayn dərslər üçün də müraciət etmək mümkündür.